Elon Musk'dan yeni nəhəng plan Terafab. Elon Musk Terafab adlı nəhəng çip zavodu planını təqdim edib və layihənin Texas ştatının Austin şəhərində qurulacağı bildirilir. Zavodun Tesla və SpaceX tərəfindən birgə idarə olunacağı, əsas hədəfin isə robotexnika, süni intellekt və kosmik data mərkəzləri üçün çip istehsalı olduğu vurğulanır. Bu addım Musk'ın texnologiya ekosistemini təkcə proqram və cihazlarla yox, birbaşa hesablama ürəyi ilə də idarə etmək istədiyini göstərir. Məlumata görə, Terafabda həm Tesla avtomobilləri və Optimus robotları üçün, həm də XAI və SpaceX infrastrukturuna uyğun xüsusi çiplər hazırlanacaq. Bəzi mənbələrdə layihənin gələcəkdə yer üzündə 200 gigavat, kosmosda isə 1 teravata dək hesablama gücünü dəstəkləyə biləcəyi qeyd olunur. Bu artıq adi zavod söhbəti deyil, rəsmən gələcəyin beyni kimdə olacaq yarışıdır. Layihənin dəyəri ilə bağlı xəbərlərdə təxminən 25 milyard dollar rəqəmi səslənir ki, amma ən maraqlı detal budur ki, zavodun dəqiq istifadəyə verilmə vaxtı hələ açıqlanmayıb və buna görə də həm böyük həyəcan, həm də müəyyən skeptisizm var. Sizcə, Terafab texnologiya tarixini dəyişəcək, yoxsa bu plan hələlik çox çılğın kateqoriyasındadır?